Müəllim. Aha, üzr. Demək müəllim, inklüzivlik deyəndə nə başa düşürük? Salam olmaz müəllim. İnklüzivlik deyəndə hər kəs üçün əlçatan olmalıdır. Yəni inklüziv təhsildə sağlam şagirdlər də var, sağlam olmayan şagirdlər də var. İndi bəs bunu bərabər imkanlarda necə fərqləndiririk? Baxın müəllim. Bu şəklə xüsusi diqqət eləyin. Yəni mən tutaq ki, sinifə bir sual vermişəm və verdiyim bu sualın içərisində hər kəsin qavraması eyni olmur. Yəni burada qavraması güclü olan şagirdlər də var, zəif olan şagirdlər də var. İndi bu sual tutaq ki, vermişik, ön partada oturan şagirdlər görürsünüz aktiv sualı başa düşüb həmin anda əl qaldırıblar. Tutaq ki, bu şagird hələ baxır, fikirləşir. Bu, məsələn, şagird kitabdan axtarır. Yəni, burada artıq intellektual xüsusiyyət, qavramanın nəzərə alınmağı nə ilə bağlıdır? Bağlıdır inklüziv təhsildə. Məsələn, müəllim ön partada oturan şagirddən işləyirsə, arxa partada oturan şagirdlərdən işləmiriksə, nəyi pozmuş oluruq artıq burada? Qavrama fərqinin pozulmağı var. Ona görə burada artıq